Xrizantemanın yerini hazırladıq. Görürsünüz, elə bu budadığım yerin yanında əkəcəm. Yer hazırdır. İndi bunları bir-bir sadəcə batırırıq torpağa. Oxşar növləri yan-yana əkirəm. Bəzilərində bir, bəzilərində iki yarpaq saxlamışam. Gördüyünüz kimi. Bunlar kök atdıqdan sonra bunları çıxardıb ayrı-ayrı ya dibçəkdə ya da həyətin başqa yerlərinə köçürdə bilərsiniz. Əkdiyimiz çilinklərin belə əlimizlə diblərini sıxışdırırıq ki, hava keçməsin, kök ata bilsin, yoxsa çürüyərlər. Hazırdır, diblərini də bastım. İndi sulamaq lazımdır yaxşıca. Bu qədər. Bura ala kölgədir, özü yaxşıca kök atacaq.